Salam, hörmətli izləyicilər, əziz 6-cı sinif şagirdləri. Bu gün Azərbaycan dilindən saitlərin uzun tələffüz qaydasına baxacağıq. Deməli, saitlərin uzun tələffüzü. Bildiyimiz kimi, Azərbaycan dilində səslər iki yerə bölünür. Sait səslər və samit səslər. Biz sait və samit səsləri keçərkən qeyd etdik ki, saitlərin və samitlərin özlərinə məxsus xüsusiyyətləri var. Məsələn, saitlər heca yaradır. Yəni, sözdə nə qədər sait səs varsa, o qədər heca olur. Həmçinin saitlər avazlı səslərdir. Saitlərin özünə məxsus xüsusiyyətlərindən biri də onların uzun tələffüz olunmasıdır. Yəni, uzun tələffüz olunma saitlərə məxsus xüsusiyyətdir. Samitlərdə isə uzun tələffüz olunmur. Həmin bu uzun tələffüz olunmada dilimizə başqa dillərdən keçən sözlər də olur. Yəni, bildiyimiz kimi Azərbaycan dilində sözlər mənşəyinə görə iki yerə bölünür. Milli sözlərimiz və alınma sözlərimiz. Həmin bu uzun tələffüz olunmada alınma sözlərdə özünü göstərir. Bəzi ərəb-fars mənşəli sözlərin tərkibindəki saitlərdən biri digərlərinə nisbətən uzun tələffüz olunur. Transkripsiyada bunu göstərmək üçün saitdən sonra qoşa nöqtə yazılır. Deməli, həmin bu qaydalara baxaq, onları öyrənək ki, sözlərin üzərində tətbiq edə bilək. Səs uzanması. Bircə dəqiqə buradan alətlər panel. Aha. Uzun tələffüz olunan saitlər. Dilimizdə elə sözlər var ki, tərkibindəki saitin biri digərinə nisbətən uzun tələffüz olunur. Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb dilindən alınma sözlərdir. Bütün saitlər uzun tələffüz olunmur. I və ü saitlərindən başqa qalan saitlər sözün müxtəlif hecalarında uzun tələffüz olunur. Müxtəlif hecalarında, yəni sözün əvvəlində, sözün ortasında və yaxud sözün sonunda uzun tələffüz oluna bilir. Uzanmanı göstərmək üçün transkripsiyada saitdən sonra qoşa nöqtə işarəsi qoyulur. Bax, burada diqqətli olmalıyıq. Yəni, uzanmanı göstərmək üçün qoşa nöqtə işarəsindən istifadə edirik. Həmçinin söz tələffüz formasında verilməlidir. Yəni, transkripsiya daxilində. Məsələn, tətil, təcili, mötəbər və s. Uzun tələffüz edilən saitdən sonra qoşa nöqtə işarəsi qoyulmalıdır. Əks halda tələffüz yanlış olacaq. Yəni, əgər biz bu sözü burada baxırıq ki, transkripsiya verilib. Deməli, bu sözün tələffüz formasıdır. Və tələffüz formasında əgər burada uzanma işarəsi göstərilmirsə, deməli, bu səhvdir. Yəni, bunun doğru forması bu formada olmalıdır. İtaət. Yəni, uzanmanı göstərmək üçün mütləq qoşa nöqtə işarəsindən istifadə etməliyik. Yəni, uzanma olan sözlərdə, transkripsiya daxilində, tələffüz formasında uzanma işarəsi göstərilmirsə, deməli, bu səhv qəbul olunur. Yəni, fonetik təhlil zamanı biz bunu səhv olaraq götürürük. Burada cədvəl formasında var. Gəlin bunlara baxaq. Yəni, dediyimiz kimi, I və Ü saitindən başqa digər saitlərdə burada da gördüyümüz kimi uzanma hadisələri özünü göstərir. Həmçinin bu uzanma müxtəlif hecalardadır. Məsələn, Akif, sözün əvvəlində xiyaban, sözün ortasında sabiranə, ruzi, xüsusi, nümunə, elan, istifa, etibar, mədə, təmir,
təsir, sima, xəzinə, həqiqət, şöbə, möcüzə, mömin, tofiq, cömert. Və burada diqqət etdinizsə, uzanma olan hecaları biz biraz da uzadaraq tələffüz edə bilərik. Məsələn, xəzinə. Əgər uzanma yoxdursa, biz onu uzanma şəklində tələffüz edə bilmirik. Əslində biz danışanda, yəni bildiyimiz bu sözləri düzgün tələffüz edirik. Sadəcə olaraq, qayda olaraq da bunlara diqqət yetirməliyik. Sonra, bir sözdə iki sait uzun tələffüz edilə bilər. Məsələn, habeli. Gördüyümüz kimi iki yerdə uzanma var. Dəvət, namə. Əsasən demək olar ki, bu uzanma olan sözlərdə iki yerdə anə şəkilçisi və namə şəkilçisi. Anə şəkilçisi məsələn aciz, anə. Yəni bir sözün özündə uzanma, bir də şəkilçidə uzanma. Həmçinin namə sözündə dəvət, namə. Yəni bu formada tələffüz olunur. Yəni həm sözün özündə, həm də şəkilçidə uzanma olanda artıq iki yerdə uzanma olur. Bax, burada da fikir verdiyimiz kimi dəvət, namə. Sonra, yəni bu birinci qaydamız idi. Yəni gördüyümüz kimi sözlərdə, müxtəlif yerlərdə, yəni digər dillərdən bizim dilə keçən sözlərdə, yəni alınma sözlərdə uzanma hadisəsi baş verdi. Həmçinin digər bir qaydamız da vardır ki, burada da uzanma hadisəsi baş verir. Deməli, eyni cinsli qoşa saitli sözlərdə qoşa saitin biri uzun sait kimi tələffüz olunur. Eyni cinsli qoşa saitli sözlər sözün ortasında, sonunda işlənə bilir. Əvvəlində isə işləmir. Belə sözlərin demək olar ki, hamısında yazılış və deyiliş fərqlənir. Bu cür sözlərdə həm səs uzanması, həm də səs düşümü hadisəsi baş verir. Əksəriyyət etibarilə kəmiyyətcə fərqlənən sözlər. Yəni, bu necə olur? Yəni, bu cür sözlərdə qoşa saitli sözlər, məsələn, inşaat yazırıq, qoşa saitlərdən tələffüzdə biri düşür, digəri isə uzun tələffüz olunur. Uzun tələffüz olunur. İnşaat, camaat, əmtə, təbii və s. Yəni, burada da biz əvvəlki dərslərimizdə keçmişdik ki, sözdə səs düşümü, səs artımı olanda kəmiyyət fərqi yaranır. Yəni, sayca fərqlənir. Məsələn, inşaat 6 dənə səs var yazılışında, 6 hərflə yazırıq. Amma tələffüzdə isə 5 səs var. Yəni, səsin biri azalıb. Deməli, burada kəmiyyət fərqi yaranıb. Həmçinin burada səs uzanması var. Ümumiyyətlə, qayda olaraq belə yadda saxlayırıq ki, əgər sözdə təkcə səs uzanması olarsa, bu fərq yaratmır. Amma eyni zamanda səs uzanması ilə yanaşı düşmə və ya artma, səs düşümü, səs artması olarsa, bu kəmiyyət fərqi yaradır. Həmçinin ərəb fərs mənşəli saitlə bitən bir sıra sözlər samitlə başlayan şəkilsiz qəbul edərkən söz kökündəki sonuncu sait uzun tələffüz olunur. Yəni, belə sözlər ayrılıqda uzun tələffüz olunmur. Məsələn, vəfa, şəfa, heca. Amma bunlara samitlə başlayan şəkilsiz artıranda bunlarda da uzanma olur. Bax, fikir verin, şəfalı, hecalı. Yəni, heca sözü ayrılıqda uzun tələffüz olunmur. Heca demirik, heca deyirik. Yəni, uzun tələffüz olunmur. Amma samitlə başlayan şəkilsi qoşarıqsa, bu zaman uzanma baş verir. Hecalı, şəfalı. Sonra, həmçinin bir sıra ön şəkilçilər vardır ki, yəni bildiyimiz kimi bizim dilimiz iltisaqi dildir. Yəni, söz kökü dəyişmir, şəkilçilər də sözün sonuna artırır. Amma bir sıra alınma şəkilçilər var ki, bunlar da ön şəkilçilərdir. Məsələn, ba, bi, la, na. Bu ön şəkilçilər sözə qoşulan zaman, həmçinin bu zamanda uzanma hadisəsi baş verir. Məsələn, ba, məzə, bi, tərəf, la, məkan. Yəni, bunlarda da uzanma hadisəsi baş verir. Bayaqki qayda dedik ki, sözdə təkcə səs uzanması olarsa, bu yazılış və deyiliş fərqi yaratmır.
təkcə səs uzanması olarsa. Məsələn, işarə, hərarət. Yəni biz bunu fonetik təhlil edən zaman burada heç bir fərq götürmür. Amma sadəcə olaraq bir məsələyə diqqət eləməliyik ki, məsələn, işarə sözü əgər transkripsiya daxilində uzanma verilməsə, bu zaman səhv götürülür. Mütləq tələffüz formasında uzanma göstərilməlidir, mütləq. Əgər bu formada göstərilməsə səhv ola bilər. Amma hər bir halda bunlarda isə deyiliş və yazılış fərqi yaratmır. Həmçinin dilimizdə bir sıra sözlər var ki, onlarda uzanma olmur. Yəni, bəzi insanlar tələffüz eləyərkən bunlarda səhv tələffüz edirlər. Yəni, bizdə belə təsəvvür yarana bilər ki, yəni, bunlarda uzanma var. Məsələn, heca. Heca şəklində tələffüz etmək olmaz. Heca. Yəni, burada uzanma yoxdur. Müəmma, hazırki, hesab. Hesab deyil. Hesab. Məhsul, vitamin. Burada düzdür. A-da hiss eləyə bilərik ki, nəsə uzanma var. Yəni, bu imtahana da düşmüş sualların içində olan sözlərdən biridir. Qəbul suallarında. Vitamində vurğu aya düşür. Vitamin. Yəni, uzanma yoxdur. Cümhuriyyət, təsadüfən. Bax, bu sözdə də diqqətli olmalıyıq. Təsadüfən sözündə uzanma yoxdur. Amma təsadüfü, təsadüfü, təsadüf. Bax, bu iki sözdə isə uzanma var. Təsadüf, təsadüfü. Digər iki sözdə hər ikisində A-dan sonra uzanma var. Amma təsadüfən sözündə isə uzanma yoxdur. Həmçinin cürətli, çavuş, əyar, dəhşətli kimi sözlərdə də səs uzanması yoxdur. Bax, burada da diqqətli olmalıyıq. Sonra bizim məşhur sözlərimiz, yəni ən çox qayda kitablarında da sizin rastınıza çıxacaq, həmçinin suallarda da, testlərdə də. Bəzi sözlərdə uzun tələffüz edərkən məna dəyişimi olur. Yəni, bəzi sözləri biz uzun tələffüz edərkən mənasında dəyişiklik olur. Məsələn, nərə sözü, əyan, dava, bir də bəzən. Nərə sözü uzun tələffüz olunmayan formasında nərə balığı. Məsələn, Xəzərdə olan balıq növlərindəndir. Bir də var Koroğlu nərəsi, nərə. Bu zaman uzanma olur. Həmçinin əyan, açıq-aşkar, məsələn, bizə əyan oldu ki. Bir də var əyan, uzanma, zadəgan, yüksək təbəqəli insanlar. Həmçinin dava dərman, uzanma olmur. Dava, dava dalaş, bu zaman uzanma olur. Sonra bəzən sözündə, məsələn, bəzənmək, qız bəzəndi, uzanma olmur. Bir də var bəzən, bəzən bizə gələrdi, yəni ara bir, hərdən bir. Sonra bu əsas qaydalarımız idi, yəni bir daha bunları ümumiləşdirərək deyirik ki, Azərbaycan dilində bir sıra sözlərdə saitlər digər saitlərə nisbətən uzun tələffüz olunur. Həmin bu uzanma alınma sözlərdədir. Yəni, ərəb və fars dilindən bizim dilimizə keçən sözlərdədir. Və bu uzanma müxtəlif hecalarda olur. Əvvəldə, ortada, sonda, həmçinin müxtəlif saitlərdə. Yəni, iki dənə saitimizdən başqa, I və Ü saitindən başqa. Ü saiti də istisna olaraq üfüqi sözündə uzun tələffüz oluna bilir. Yəni, bu da istisna hal. Həmçinin qeyd etdik ki, qoşa saitlər tələffüz olunarkən biri düşür, digəri uzun tələffüz olunur, camaat. Sonra ərəb-fars mənşəli sözlərə şəkilçi artıranda samitlə başlayan uzanma baş verir. Hecalı, şəfalı, həmçinin ön şəkilçilər. Yəni, bunlar da sözləri artıranda uzanma baş verir. Bir tərəf, la məkan. Həmçinin burada diqqətli olduq ki, uzanma olmayan sözlər digərləri ilə qarışdırmayaq və bəzi sözlərdə də uzun tələffüz edilərkən məna fərqi yarandı. İndi isə dərsliyimizdə olan çalışmalara baxaq. Dərsliyimizdə baxırıq. Burada, demək, izahlar vermiş sözləri oxuyuruq və ə saitinin tələffüzünə fikir verir. Bax, burada fikir verirsiniz, mədə. Ədə uzanma olacaq. Qoşa nöqtə qoyuruq. Mədən. Həmçinin bunda uzanma olacaq. Amma mədəni sözündə isə uzanma olmur. Məsələn, mədəni insan.
Sonra qaydanı izah elədik. Sözlərdə uzun tələffüz edilən saiti müəyyənləşdirin. Həmçinin burada baxırıq. Nizami, A-dan sonra mötərizə, Ö-dən sonra elan, E-dən sonra tətil, xəzinə, nümunə, zabit. Və burada gördünüz ki, A burada uzun tələffüz olundu. Ö, burada, I, U, yəni müxtəlif saitlərimiz və sözün müxtəlif yerlərində uzun tələffüz olundu. Burada nərə sözünü, bunu bayaq izah etdik. Koroğlu bir dəli nərə çəkdi. Bax, burada uzanma olur. Amma dünya sularında olan nərə balıqlarının 80%-i Xəzərdir. Burada isə uzanma yoxdur, nərə balıqları. Sonra davam edirik. Saat sözü, həmçinin qaydanı izah elədik. Sözlərdə eyni cinsli qoşa saitlər bir uzun saat kimi tələffüz olunur. Saat, bədi. Bunlar isə düzgün yazılış formalarını yazmalıyıq. Yəni bildiyimiz kimi düzgün tələffüz orfoepiyada olur. Düzgün yazılış isə orfoqrafiyada. Aydın məsələdir ki, burada qaydanı bildik. Deməli, burada qoşa A olub. Maaş, qoşa A. Burada qoşa İ olub. Həmçinin burada qoşa A. Mətbə, qoşa Ə. İnşaat, qoşa A. Sonra növbəti çalışmamızda sözləri orfoqrafik normalara uyğun yazın. Eyni qaydada. Tarix. Yəni, orfoqrafik normalara uyğun yazanda artıq bu uzanma işarəsini göstərmirik. Çünki transkripsiyada uzanma işarəsi orfoepiyada, yəni tələffüzə görə verilir. Sonra təəssüf sözündə ənin biri düşüb, qoşa saitlərdən təmir, həmçinin burada uzanmanı göstərmirik yazılışda. Maarif, A əlavə edirik. Mənfəət, Ə əlavə edirik. Cümlələrdə səhv yazılmış sözləri müəyyən edib düzgün yazın. İndi baxırıq. Uşağın cavabı onu çox təəccübləndirmişdi. Burada Ə düşüb. Ə əlavə etməliyik. Müəllim tarixi abidələr haqqında məruzə hazırlamağı tapşırmışdı. Yəni məruzədə bir Ə olur. Həmçinin inşaatçılar yeni binanın tikintisinə başladılar. Burada da inşaatçılarda A-nın biri düşüb. A əlavə edirik. Aha, deməli, bir daha baxaq. Deməli, əsas qaydamız oldu. Saitlərin uzun tələffüzü, həmçinin qoşa saitlərdən birinin düşməsi və bu düşmədən sonra uzanma hadisəsinin baş verməsi, həmçinin digər qaydaları da izah elədim. Yəni, burada verilməyən. Çünki bu video belə deyək də, həm 6-cı sinif şagirdləri baxa bilər, həm də abituriyentlər, həmçinin belə deyək, imtahana hazırlaşan, liseylərə hazırlaşan, həmçinin müəllimlər də baxa bilir. Ona görə də uzanma hadisəsini geniş şəkildə izahını verdik. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun.